Burası kültür frekansı. Sənətin tarixə işıq tutduğu duraq. Burası kültür frekansıdır. Mədəniyyət və sənəti yalnız bir süs deyil, tarixi və qüdrəti anlama aracı olaraq ələ aldığımız məkandır. Bu bölümdə 20-ci yüzyıl etirazı sənətinin ən tanınmış əsərlərindən birinə baxacağıq. Sözügedən tablo yalnız sadə bir mənzərə rəsmi deyil, dövlət şiddətinə və savaşa qarşı sərgilənmiş net bir tutumdur. Hətta Birləşmiş Millətlərdə savaş üzərinə ediləcək bir çıxış öncəsi üzü pərdə ilə örtülərək gizlənən bir yapıdan bəhs edirik. 1937 ilinə İspaniyaya və Guernica adlı o ölməz əsərə geri dönürük. Pablo Picasso 20-ci yüzyılın ən etkili sənətçilərindən biridir. Adı genəlliklə köklü dəyişiklik, kubizm və klassik sənət qaydalarını pozmaqla yan-yana çəkilir. O, 1881-ci ildə İspaniyada dünyaya göz açdı. Ancaq yaşamının önəmli bir bölümünü Fransada keçirdi. Picasso yalnız bir üslubda durub qalan bir sənətçi deyildi. O, daim dəyişim, təcrübə və sənəti yenidən tanımlamaq arxasında qaçırdı. Bununla belə, Picasso yalnız biçimsəl yenilikçi bir sənətçi olmaqla tanınmır. O, tarixi dönüm nöqtələrində əxlaqi və insani tutumlarıyla siyasətə və şiddətə qarşı səssiz qalmadığı üçün də sayğın bir şəxsiyyətdir. Özü çox az hallarda siyasi sənətçi unvanından istifadə etsə də, əsərləri onun buhrani anlarda sənəti toplumdan ayrı görmədiyini sübut edir. Guernica modern sənət ilə toplumsal məsuliyyətin doğrudan bir-biri ilə qovuşduğu nöqtədir. Picassonun sənət karnaməsində fərqli dönəmlər var. Mavi və çohrayı dönəmlərdən tutmuş, kubizm və sonrakı illərin daha klassik üslublu əsərlərinə qədər. Ancaq Guernica bütün bu yapıtlar arasında tamamilə fərqli bir mövqeyə sahibdir. Bu tablonun mahiyyəti yalnız biçimsəl bir təcrübədən və ya estetik bir məşqdən ibarət deyildir. Guernica Picassonun ən böyük, ən açıq və ən siyasi yapıtıdır. Bu əsər nə sənət bazarı üçün yaradıldı, nə də yalnız gözəl bir görüntü təqdim etmək amacı daşıdı. Sözügedən tablo bəlirli bir tarixi hadisəyə, yəni bir bombardımana, bir cinayətə və insanlıq faciəsinə verilən sərt bir təpki olaraq inşa edildi. Guernica tablosunu tam olaraq qavramaq üçün onu öz tarixi zəminəsindən ayrı düşünmək mümkün deyildir. Guernica bir savaşın ürünüdür. Ancaq bu yalnız bir iç savaş deyil, Avropa siyasi şiddət tarixinin ən kritik dönüm nöqtələrindən biridir. 1930-cu illərdə İspaniya öz çağdaş tarixinin ən böhranlı dönəmlərindən birinə girdi. Səltənət nizamının çöküşü, İkinci Cümhuriyyətin qurulması və toplumsal güclər arasındakı dərin uçurumlar ölkə içini qarşı-qarşı gəlməyə doğru sürüklədi. Bu qarşıdurmanın bir tərəfində cümhuriyyətçilər yer alırdılar. Onlar sol güclər, liberallar, sosialistlər, anarşistlər və bölgəsəl millətçilərdən oluşan uyumsuz bir etilaf idi. Bu cəryan siyasi və toplumsal islahatların həyata keçirilməsini, eyni zamanda ordu ilə kilisanın qüdrətinin sınırlandırılmasını istəyirdilər. Başqa tərəfdə isə mühafizəkar güclər, ordu, böyük torpaq sahibləri və sağ radikal axımlar dayanmışdılar. Bütün sağdari və yapısal dəyişikliklərə qarşı çıxan bu cəryan otoriter, yəni iqtidargara düzəni və sağdarı istiqrar və ya sibat üçün tək yol olaraq görürdülər. Bu siyasi ixtilaf 1936-cı ildə tam miqyaslı bir iç savaşa çevrildi. İç savaş qısa müddətdə İspaniya sınırlarını aşaraq 20-ci yüzyıl ideolojilərinin qarşıdurmasına və sınaq meydanına dönüşdü. Bu savaşda Francisco Franco rəhbərliyindəki otoriter və mühafizəkar güclər
Nazi Almaniyası və faşist İtaliyasının doğrudan hərbi dəstəyini aldılar. Bunun qarşısında cümhuriyyətçilər təqribən tək başına qaldılar. Sovet İttifaqının məhdud köməyi və beynəlmiləl gönüllülər faşizmin savaş maşınına qarşı duracaq gücdə deyildilər. İspaniya İç Savaşı sadəcə bir iç savaş deyil, bir neçə il sonra İkinci Dünya Savaşında səhnələnəcək böyük çatışmanın provası mahiyyətində idi. Bu savaşın ən önəmli özəlliklərindən biri şiddətin mahiyyətinin köklü şəkildə dəyişməsi idi. İlk dəfə olaraq hava bombardımanı yalnız əskəri bazaları vurmaq üçün deyil, sivil vətəndaşlarının ruhiyyəsini və dirənişini qırmaq amacı ilə istifadə edildi. Bu çərçivədə Guarnica şəhərinə çatırıq. Guarnica, İspaniyanın Bask bölgəsində yer alan kiçik bir şəhər idi. Əskəri baxımından ciddi bir önəmə sahib olmasa da, kültürel və siyasi açıdan yüksək simvolik anlamı vardı. 26 avrel 1937 tarixində Almaniya və İtaliya uçaqları bu şəhəri bombardıman etdilər. Bu saldırı bir nizami xəta deyil, bilinçli və hesablanmış bir eyləm idi. Amac hava gücünün yıxım qabiliyyətini test etmək və açıq bir mesaj vermək idi. Heç kimsə güvəndə deyildir. Bu bombardıman saatlarca sürdü. Sivillər, qadınlar, uşaqlar və yaşlılar başlıca qurbanlar idi. Şəhər hardasa tamamən yerlə bir edildi. Bu olayı tam anlamamız üçün bir il öncəsinə baxmamız gərəkir. 1936-cı ildə İspaniya siyasi böhranının tam mərkəzində İkinci Cümhuriyyət dövləti Bask bölgəsinə bir muxtariyyət və ya özərkilik statusu vermişdi. Bu statusa əsasən Basklar modern İspaniya dövləti çərçivəsində ilk dəfə olaraq yerli hakimiyyətə, icraî səlahiyyətlərinə və rəsmi bölgəsəl qurumlara sahib oldular. Bu addım Bask bölgəsinin böyük siyasi və toplumsal güclərinin cümhuriyyətçilərin yanında yer almasına yol açdı və bölgəni Cümhuriyyət cibhəsinin ən önəmli düşərgələrindən birinə çevirdi. Buna görə də İspaniya İç Savaşı zamanı Guarnica şəhəri bombardıman ediləndə bu şəhər yalnız coğrafi bir hədəf deyildi. Guarnica siyasi baxımından Bask bölgəsinin muxtariyyəti və cümhuriyyəti dəstəkləyən bir mərkəz mövqeyinə sahib idi. Guarnicanı bir çox savaş faciəsindən ayıran şey isə daşıdığı simvolik aydınlıqdır. Burada artıq dolaylı xəsarətdən bəhs etmək mümkün deyildi. Bu, doğrudan qeyri-nizami cəmiyyətə qarşı edilən bir saldırı idi. Guarnicanın bombardıman xəbəri çox sürətlə Avropada yayıldı. Qəzetlər yazdı, fotoğraflar yayımlandı və əfqari ümumi şok yaşadı. Bu tarixi atmosferdə Picasso savaş meydanından uzaqda olsa da, onun acı gerçəkliyinə yaxın bir yerdə təpki verməyə qərar verdi. O nə bir siyasətçi, nə də bir əskər idi. Ancaq Guarnicada baş verənlərin yalnız bir acı xəbər deyil, tarixsel qopuş nöqtəsi olduğunu anladı. Buradan belə, savaş artıq yalnız ordular arasında cəryan etməyəcəkdi. İnsanlar və günlük yaşam doğrudan doğruya savaş meydanına sürüklənmişdi. Guarnica bu mənada yalnız bir şəhərin adı deyil. Dövlət şiddətinin faşizm çərçivəsində əxlaqi sınırları aşıb keçdiyi bir dönəmin başlanğıc simvoludur. Picasso-nun tablosu da məhz bu tarixi ana verilən bir cavabdır. Picasso Paris Dünya sərgisindəki İspaniya qorxəsi üçün bir əsər yaratmaqla görevləndirilmişdi. Ancaq Guarnica bombardıman xəbərini eşitdikdən sonra işinin rotasını dəyişdirdi. O, bəzəkli və ya yalnız simvolik bir əsər yerinə qara, ağ və boz rənglərdən oluşan böyük bir tablo yaratdı. Burada nə bir bayraq, nə bir lider, nə də bir qəhrəman var idi. Guarnica hava uçaqları və ya doğrudan doğruya partlayış görünmür. Onun yerinə görünən şey şiddətin acı sonuçlarıdır.
parçalanmış bədənlər, fəryad, ölüm, kaos və qarışıqlıq. Guernica simgələrlə doludur, ancaq bu simgələr bir qarmaşıq təfsirə ehtiyac duymayacaq şəkildə çəkilmiş və rəsm edilmişlər. Ölü uşağını qucağında daşıyan ana, yaralı at, tikələnmiş bədənlər və fəryad çəkən üzlər hamısı tək bir mənanı göstərir. Günahsız insanlar xuşunətin və şiddətin əsas qurbanlarıdır. Bu tabloda heç bir zəfər yoxdur. Heç bir qəhrəmanlıq görüntüsünə də rast gəlmək mümkün deyildir. Bu bilinçli həsf etmə özü-özlüyündə siyasi bir tutumdur. Picasso göstərir ki, savaş, hətta vətən və ya güvənlik adına edilsə belə, sonunda insanın yox olmasından başqa bir şey buraxmır. Pablo Picasso'nun Guernica tablosu bir bombardımanın yenidən canlandırılması deyil, şiddətin yaratdığı yıxımın necə olduğunu sərgiləyir. Picasso bilinçli şəkildə partlayış anını həsf edir və geridə qalanları göstərir. Parçalanmış bədənlər və dağılmış insanlıq düzəni. Tablonun sol yanında cansız uşağını qucağına almış bir ana görünür. Bu görüntü savaşı hər cür siyasi haqlı çıxarmaq çabasından arındırır. Burada uşaq nə düşməndir, nə də bir təhdid. Onun ölümü bütün ideolojik hekayələrinin bitiş nöqtəsidir. Hekayələrin bitiş nöqtəsidir. Bu tabloda gözləri bağlı olan tək fiqur uşaqdır. Bu əsərdəki fiqurlar haqqında özəlliklə də tablonun iki basqın unsuru olan boğa və at nəyi simgələdiyi barədə çox fərqli görüşlər var. Picasso özü də bu qonuda heç vaxt köklü bir açıqlama verməyib. Bu da əsərin gizəmini daha da artırıb. Bu səhnənin yuxarısında soyuq və maraqsız baxışları ilə bir boğa dayanmışdır. Başqa fiqurların əksinə boğa dimdik dayanıb, heç bir acı çəkmək əlaməti göstərmir. Etiraz baxışına görə bu boğa şiddət yaradan, ancaq özü heç bir zərər görməyən qüdrətin simgəsidir. O, acıya və dərdə təpki verən deyil, fəqət onu təmaşa edən bir gücdür. Tablonun mərkəzində isə can verən yaralı bir at görünür. At sıradan insanları təmsil edir. Qərar verici olmayan, amma ən ağır bədəlləri ödəyən qurbanları. Atın fəryadı Guernica'nın etiraz səyirdəyidir. Səsi bir yerə çatmayan hayqırış. Tablonun aşağı bölümündə parçalanmış bir kişi bədəni ilə birlikdə qırılmış bir qılınc görünür. Bu qırılmış qılınc şiddət məntiqinin tamamilə çökdüyünü göstərir. Savaşın hətta onu çıxaranlar üçün belə bir zəfər gətirməyəcəyinin nişanəsidir. Tablonun yuxarısında isə bir lampa və elektrik işığı səhnəni aydınladır. Bu lampa bir bombardımanın patlaması olaraq da görünə bilər, yəni modernitənin ağır bir bədəlidir. Bu tabloda düşmən hədəfli şəkildə adlandırılmır və heç bir qəhrəman da yoxdur. Məhz bu bilinçli həsf etmə Guernica'nı evrensel və ya cəhanşumul bir yapıda çevirir. Picasso xuşunətin və ya şiddətin sonucunu izləyicinin qarşısına qoyur və ondan soruşur: bu sonuc müdafiə edə biləcək bir şeydirmi? Guernica çox qısa müddətdə bir sənət əsəri olmaqdan çıxıb evrensel bir simgəyə dönüşdü. Bu tablo fərqli ölkələrdə sərgiləndi və tarixin ən tanınmış savaş qarşıtı görüntülərindən birinə çevrildi. Guernica tablosunun siyasi və evrensel gücünü göstərən ən önəmli nişanələrdən biri Birləşmiş Millətlər Təşkilatında yaşanan hadisədir. New Yorkdakı Birləşmiş Millətlər Mərkəzində uzun illər boyu Guernica'nın xalça üzərində toxunmuş bir nüsxəsi asılmışdı. Önəmli diplomatik görüşlərin və media konferanslarının keçirildiyi salonda. Bu görüntünün seçilməsi təsadüfi deyildi. Guernica, siyasi qərarların insanlıq faciəsinə yol aça biləcəyi gerçəyini daim xatırlamaq üçün oradaydı. Ancaq 2003-cü ildə
Əraqa saldırı üçün hazırlıqlar aparılırkən mənalı bir olay yaşandı. O dönəmin Amerika Xarici İşlər Baxanı Colin Powell Birləşmiş Millətlərdə savaşın zəruri olduğu barədə çıxış etmədən həmən öncə bu təsvir göy bir pərdə ilə örtüldü. Bu addımın rəsmi səbəbi televizyonun yayımı üçün arxa planın uyğun olmaması olaraq açıqlandı. Amma bu qərarın siyasi mənası çox net idi. Guernica görünməməli idi. Niyə? Çünki parçalanmış bədənlərin görüntüsü, yaşlı analar və günahsız insanların çəkdiyi acı rəsmi açıqlamalarla üst-üstə düşmürdü. Guernica tək bir söz belə söyləmədən savaşın məşruiyyətini şübhə altına alırdı. Bu hadisə göstərdi ki, Guernica yalnız tarixi bir sənət əsəri deyildi, o hələ də qüdrət sahiblərini narahat etmə gücünə sahib bir yapıdır. Guernica bombardımanından bəhs edəndə əslində yalnız İspaniyadakı tarixi bir hadisə barədə danışmırıq. Guernica gücün necə qullandığını göstərən bəlirli bir misaldır. Bu yöntəm fərqli dönəmlərdə və fərqli ölkələrdə fərqli şəkillərdə təkrar edilmişdir. İspaniyada da bunun bir misalı yaşanmışdır. 1930-cu illərin İspaniyasında məsələ yalnız iki cibhə arasındakı savaş deyildi. Əsl məsələ diktator bir hakimiyyətin sivil toplum ilə toqquşması idi. Faşist güclər hakimiyyəti möhkəmləşdirmək üçün toplumsal qorxu yaratmadan siyasi kontrolun mümkün olmadığı nəticəsinə varmışdılar. Guernica bombardımanı da məhz bu çərçivədə anlam qazanır. Amac nizami zəfər deyil, net bir mesaj göndərmək idi. Bu mesaj dövlətin doğrudan doğruya xalqa hədəf ala biləcəyini və bunun üçün heç bir bədəl ödəməyəcəyini söyləyirdi. Bu modeli İspaniyanın tarixi bağlamından ayırıb bu günə baxsaq, bənzərliklər qorxu vericidir. İranda son illərdə qeyri-nizami, yəni sivil insanlara qarşı sistematik şiddət istifadəsinə dəfələrlə şahid olduq. Xiyaban etirazlarının bastırılmasından tutmuş, etirazçıların qətlinə, kütləvi həbslərə, işgəncələrə və müxaliflərin fiziki olaraq yox edilməsinə qədər. Ancaq İranda diktatorluq və faşizm hekayəsi son illərə məhdud bir məsələ deyil. Müasir tarixinin müxtəlif dönəmlərində faşizmin və diktatorluğun Guernica faciələrinə bənzər nümunələrini yaratmışlar. İkinci Pəhləvi rejiminin 1946-cı il və ya 1325 şəmsi tarixində Azərbaycan Milli Hökumətini yıxmaq hədəfi ilə bu bölgəyə hücum edərək minlərlə günahsız insanı qətl etməsi də bir Guernica faciəsidir. İstər 30-cu illərin İspaniyası, istər də bugünkü Cümhuriyyə İslamı rejiminin İranı və ya keçmişdəki Pəhləvi rejimi hakimiyyətindəki İran olsun, ortaq bir məntiq görünür. Siyasi məşruiyyət zəifləyəndə şiddət dialoqun yerini alır. İspaniyada faşizm orduya və xarici dəstəyə söykənərək cəmiyyəti zorla susturmağa çalışdı. Pəhləvi rejimi isə Güney Azərbaycanı qərb güclərin himayəsi ilə işğal etdi və qətlam yaratdı. Bu gün isə Cümhuriyyə İslamı bəzi şərq dövlətlərin dəstəyi ilə öz etirazçı xalqını gülləyə bağlayaraq edam edir. Muxtar Bas bölgəsinin Guernicasında günahsız insanlar bomblar altında qaldılar. Picasso isə bir sənətçi olaraq əxlaqi məsuliyyətini yerinə yetirərək Guernica adlı şahəsər tablosunu yaratdı. Picasso sırf insanlıq adına millətçi təəssüblərdən ıraq, sağçı və solçu ideolojik baxışlara bulaşmadan sadəcə insanların qətl edilməsinə qarşı insani və vicdani bir addım atdı. Bugün İspaniya insan haqları və azadlıqlar sahəsində dünyanın azad ölkələri arasında özünə haqq etdiyi bir yer tapmışdır. Ümid edirik ki, günün birində də bizim cəmiyyətimizdə insan kiramətinə, yaşam və azadlıq haqqına dil, milliyyət, ırq və ya məzhəb baxımından deyil, yalnız insan olduğu üçün hörmət qoyulsun.
Heç kim tədziyə tələb və ya sağ-sol siyasi damğalarla qətli, işgəncəni və ya zindanı başqası üçün məşru görməsin.